Allah Resulü sallallahu aleyhi və səlləm deyəcək, budur mənim ümmətim. Mələklər isə deyəcəklər ki, yox ey Muhammed, sən bilmirsən onlar səndən sonra nə etdilər. Onlar dəyişdilər. Nəyi dəyişdilər axı? Dini dəyişdirdilər. Allah Resulü gəldi, dini ən xırda ayrıntılarına qədər izah etdi. Bunu belə edin, onu elə edin. Ölü bastıranda da belə bastırın. Yox, amma sonra elə insanlar çıxdılar ki, dedilər yox, sadəcə bastırmaq azdır. 40 gün, 40 gecə üstündə Quran oxumaq lazımdır. Məzarlıqlarda budka, vaqon qoyub uşaqlara orada gecələr Quran oxutmaq lazımdır ki, qoy qorxudan ürəkləri partlasın. Sübhanallah, sağlığında adam Qurana yaxın gedən insan olmayıb. Bir dəfə maraqlanıb onu əlinə götürən adam olmayıb. Öldükdən sonra siz nə etməyə çalışırsınız axı? Qur'anı ana atanıza sağ ikən oxuyun. Çəkin qarşınıza ana atanızı səhərdən axşama qədər 40 gün 40 gecə sağ ikən oxuyun. Sağ ikən oxuyun ki, sizin oxuduqlarınızı eşidib ona əməl edə bilsin. Onunla yaşaya bilsin. Öldükdən sonra nə qədər oxusanız da, adamlar tutub oxutdursanız da mənası yoxdur. Onun əməl dəftəri bağlanıb artıq. O Qur'ana əməl edib onunla yaşaya bilməyəcək artıq. İnsanlar bu hərəkətləri ilə sanki deyirlər ki, Peyğəmbər bizə tam öyrətmədi, dini bizə tam gətirmədi. Ölü bastırmağı öyrətdi, amma yarı-yarımçıq oldu. Sən demə ölünün başının üstündə bir Quran oxuyan qoymaq lazımdır. Birini ayağına, birini altına, birini də üstünə qoymaq lazımdır. Bu nədir axı qardaşlar? Eləcə də bütün işlərimiz də belədir. Hərə bir şey gətirir dinə. Rəbbim bizi islah etsin.